Ağdam İmarət kompleksi Ağdam şəhərində yerləşən Qarabağ xanlığının qurucusu Pənahəli xanın iqamətgahı olmuş saray kompleksidir və Cavanşirlər nəslinin ailə qəbristanlığıdır. Kompleks 18-ci əsrə aid olub, Azərbaycan mülki memarlığının ən qiymətli nümunələrindən biri hesab olunur. Kompleksin əsası 18-ci əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İmarət adlanan bu ərazi uzun illər boyu xan nəslinin həm yaşayış yeri, həm də mənəvi mərkəzi olmuşdur. Burada Pənahəli xanın sarayı ilə yanaşı, xan ailəsinin üzvləri üçün tikilmiş türbələr də yerləşir. 1-ci Qarabağ müharibəsi zamanı Ağdamın işğalı nəticəsində kompleks erməni silahlı qüvvələri tərəfindən vandalizmə məruz qalmış, saray binası və türbələr dağıdılmış, ərazi mal-qara saxlamaq üçün istifadə olunmuşdur. 2-ci Qarabağ müharibəsindən sonra Ağdam şəhəri azad edildikdə kompleksin bərpası dövlət tərəfindən prioritet vəzifə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən 2023-cü ildən etibarən ərazidə geniş miqyaslı bərpa quruculuq işlərinə başlanılmışdır. Bərpa prosesi Qarabağ Dirçəliş Fondunun sifarişi və Mədəniyyət Nazirliyinin nəzarəti ilə həyata keçirilmişdir. Kompleksin ərazisində Pənahəli xanın saray binası tarixi görkəmi qorunmaqla bərpa edilmişdir. Pənahəli xan, İbrahim Xəlil xan, Mehdiqulu xan və Xurşudbanu Natavanın türbələri konservasiya və restavrasiya olunmuşdur. Xan qızı Xurşudbanu Natavanın abidəsi yenidən ucaldılmışdır. Ərazidə Qarabağ atçılıq ənənələrini əks etdirən muzey ekspozisiyası yaradılmışdır. Kompleksin ərazisi 3,3 hektardır. Burada İmarət, türbələr, qəbristanlıq və mərasim yerləri, eləcə də Qarabağ atlarının təqdimatı və satışı üçün atçılıq parkından ibarətdir. 6000 kvadrat metrlik sahədə yerləşən tarixi qəbristanlıqda arxeoloji tədqiqat işləri 2-ci mərhələdə davam etdirilir. Aparılan araşdırmalar nəticəsində yeni tarixi faktlar üzə çıxıb. Hörmətli izləyicilər, mən Ələsgərov Vüsal İlqaroğlu, Bozqurt ləqəbli, yəni hər kəs tanıyır. Bu günlərim 13 iyunda 2026-cı il hal-hazırda Ağdamdayıq. Ağdamın gözəl mənzərəni görürsünüz. İbarətdəyik. Allah şəhidlərimizə rəhmət eləsin, Allah ordumuzu qorusun, Allah prezidentimizə can sağlığı versin. Prezidentin siyasəti nəticəsində ordumuzun gücü, şəhidlərin qanı bahasına hal-hazırda bu cür gözəlliklər yarandı. Və buna biz borçluyuq ilk öncə şəhidlərimizə, qazilərimizə və bizim ali baş komandan, ordumuzun rəhbəri olan prezidentə və özəlliklə də Qarabağ cəmaatına. Çünki həqiqətən Qarabağ cəmaatı əlbir olaraq bu torpaqları azad etdi. Əziz izləyicilər, mən sizi hər bir zaman çağırış etmişəm ki, Qarabağ torpağı bizim Məkkəmizdir, bizim Kərbəlayımızdır, bizim hac ziyarətimizdir. Çünki Allahın dərgahında olan o cənnət bizim bu Qarabağ torpağında şəhidlər yatır. Həqiqətən biz bu şəhidlərə borçluyuq və bu gözəlliyi həqiqətən bizə əmanət edən bizim şəhidlərimizdir. Biz hər bir zaman o şəhidləri yad edək ki, onların da ruhu şad olsun. Hər bir Azərbaycanlının çiyində borcudur şəhidləri ziyarət eləmək. Hər bir Azərbaycanlının kiçikdən böyüyə olanın borcudur bu torpaqları ziyarət eləmək. Axı şəhidlər bizə əmanət etdilər. Allah ordumuzu qorusun ki, bizə bu gözəllikləri əmanət elədilər və xalq da birləşərək bu gözəl Ağdam torpağını çiçəkləndirdi, gözəlləşdirdi. Gördüyümüz bu binaları qısa bir müddətdə cənab prezidentin gücü sayəsində vətəndaşlarına, Ağdam sakinlərinə təhvil təslim verildi. İnşallah gələcəkdə də bizim bu torpaqlar ardıcıllıqla gözəlləşəcək, çiçəklənəcək və mənim hər bir zaman bir şüarım var. Hədəfimiz İrəvandır. İnşallah Qərbi Azərbaycan torpağında
İrəvan torpaqlarında biz o üçrəhli bayrağımızı sancacağıq və bununla deyəcəyik ki, həqiqətən də bütöv Azərbaycanındır. Yaşasın Azərbaycan, yaşasın dövlət rəhbərimiz, ordumuz, xalqımız və özəlliklə də həqiqətən də əsl türklər var bu Qarabağ torpağına yerləşənlər. Oğuz türkləri. Yaşasın bütün türklər. Biz hər bir zaman demişik ki, Azərbaycana, türklərə qarşı olan o iğrənc şüarlar var o Fars rejimlərinin mi deyim, bədxahların mı deyim, o şüarları var bizlərə qarşı olan. Allah nəhlət eləsin. Bizim bir prezidentimiz var orada Cənab İlham Əliyevdir. Allah onu qorusun, vətənimizi qorusun, dövlətimizi qorusun, xalqımızı qorusun. Allah şəhidlərə rəhmət eləsin. Yenə deyirəm, qurd heç bir zaman hiləyə gəlmir, qələbə çalır.